Kərbəlayı, evə bax, görürsən də evi. Elə qoy qapaq videomuzda da elə əvvəlində bu ev olsun. Deməli, gözəl qardaşım, sənə 5 sotda, 5 sotda. Masazırda, Tamstorun arxasında, Astanovkaya 90-110 metrlik məsafədə, belə deyək, marketin yanında, Tamstor marketin arxasında möhtəşəm belə bir, elə mən villa deyəcəm, belə bir villa çıxır satışa. Özlə qiymət ürəyincə olacaq. Evimizin sənədi kupçadır, nəzərə çatdırıram. İlk öncə istəyirəm ki, səni həyətlə tanış edim. Bir dənə Kərbəlayı, buranı çək. Bura bizim çöl buxnamızdır. Qiymət bax, sonacan bax. Çünki elə bir qiymətdir ki, cəmaət bu evi 250 min, 300 min qiymət düşünür ha. 200 min qiymət düşünür ha. Boş şeydir qardaş, ondan da aşağıdır. Gəl bura. Evimizin nələrini sənə demək istəyirəm. Bax, ara kəsmələr hamısı. Bax, keç bir dənə Kərbəlayı, zəhmət olmasa. Bax. Bəh. Bax, ara kəsmələr birinci mərtəbə padvalın ara kəsməsi monolit betondur. Evin dairəvi, bir dənə buranı çək, heç oraya getməyə ehtiyac yoxdur. Bax, evin dairəvi şəkildə evin arxasına da keçməyi mümkündür. Hə, Kərbəlayı, fırlandım evin arxasına da baxdım. Ehtiyac su səninə qədər varıdır. İndi mən sizə evin özü ilə tanış eləyəcəm. Kərbəlayı, evimiz neçə otaq idi? 7 otaq idi, mən bildiyimə görə. 7 otaq, qırğın və nəzərə çatdırıram ki, evdə sənə bir dənə kuxna mebeli göstərəcəm. Kuxna mebelinin 8000 qiyməti var. Keç evimizdən tanış olaq. Hə, Kərbəlayı, gəl. Gəl, bir dənə geniş bir otağımızı göstər, buranı bir dənə koridoru görsət. Otaqların da daxil olacaq. Bu bizim birinci mərtəbənin koridorudur. Və gəl indi, gəl. Gəl sənə bir dənə zal göstərirəm ki, bax, gəl bax. Gəl bax bir dənə zala. Və nəzərə çatdırıram ki, evimiz yenidən sənə deyirəm 360 kvadrat. 5 sotun içində möhtəşəm evimiz çıxır satışa. Çox gözəl, çox qırğın evdir. Gəl bura. Kərbəlayı bura. Bir otağımız bizim burada. Çək oranı. Sonra gəl, Kərbəlayı. Gəl. Bir otağımız. Oranı da çək. Hə, Kərbəlayı. Gəl indi mən sənə hamam sanuzeri göstərim. Gör nə boydadır. Gəl bura. Hamam sanzerin, bax, genişliyə. Birinci sağdakı hamam sanzerimizi, solda da bankabalon yığmaq üçün belə bir şkaf tipli yaradılıb. Bu qiyməti danışmayacağım da. 8000 kuxna mebelinə pul veriblər, qardaş. Kuxna mebelinə bax. Bəh. Kuxna mebelinə bax. Təsəvvür elə ki, bax, 1, 2, 3 mərtəbə kuxna mebelidir. Hə, keçək indi ikinci mərtəbəmizlə tanış olaq. Gəl, elə pelikanda olmuşkən sənə bir şey deyim ki, pelikanlarımız hamısı beton və qoz ağacından yığılıb. Və sizə nəzərinizə nəyi çatdırmaq istəyirəm? Evimizin birinci mərtəbənin altının monolit betonu 1,7 santimetrlik, 1,70 santimetrlik monolit betondur. Bu yuxarı koridorudur, qardaş. Bildiyin, yəni sənin açıq danışaq da qardaşım, apartmanın koridoru heç belə deyil. Qardaş, koridorların yekəliyinə var. Gəl bura. Gəl Kərbəlayı. Gəl sənə bir dənə otaq, buranı təqdim edirəm. Gəl Kərbəlayı. Girdin, bu bizim bir otağımız. Yuxarı ikinci mərtəbədə. Gəl. Gəl. Yuxarının hamam sanzeri. Gəl Kərbəlayı. Yuxarıda növbəti. Gəl. Gəl Kərbəlayı. Gəl, növbəti bir otağımız burada. Belə buradan elə çəksən, bəs eləyir Kərbəlayı. Gəl. Növbəti. Bir dənə otağımız buradadır. Yəni istifadə olun burada. Gəl indi mən sənə bir dənə yataq otağı göstərim ki, qardaş, genişliyə bax. Yataq otağının genişliyinə bax. Və səni nəzərə çatdırıram ki, bu evdə gördüyün hər bir şey yerində qalacaq. İnşallah razılaşacağıq onda. O da problem deyil. Evimiz, yenidən deyirəm, 360 kvadratda möhtəşəm, bağım, baxçam, qardaş, hər şey, bütün meyvə ağacların. Gəl, keçək əsas məsələyə. İndi bu evin qiyməti səni maraqlandırır. Evimiz Kupçalı. Yerləşir Masazırda, Tamstorun arxasında, 5 sotun içində 360 kvadratda. Evlərin padvalla ikinci mərtəbəsi də belə monolit betonla ara kəsmələrdəndir. Qardaş, evdə əşyaları ilə birgə və yəni bir də elə oradan göstərsən də bəs eləyir. 3 mərtəbə kuxna mebelinə 8000 pul xərclənmiş bu evin
real qiyməti, start qiyməti 174 min manatdır. Qardaş, istəyirsən gəl bu evi götür, istəyirsən qardaş bunun üstündən 10 da mərtəbə tiksin. Bu ev tərpənəsi işdir. O qədər moşundur. Hə, bir də nəzərə çatdırıram ki, ev almağa gəlsəndə konfet kağızı vermirsən ki, götür ustava da gəl. Baxsın, evdə çepə tapsa, hər çepəsinə mən oradan 5000 çıxacam. Allah alana da, satana da xeyir eləsin.